Salam, mən Babək Yaqubov, Kainat Tədris Mərkəzinin məntiq müəllimi. Bugün mən sizə magistr qəbul imtahanı ilə bağlı ən çox verilən suallardan bəzilərini oxuyacağam və cavablarını verəcəm. Məsələn, suallardan biri belədir. Magistr imtahanında məntiqdən ən çox hansı mövzular düşür? Ən çox biz fiqurların çevrilməsi, güzgü effekti, yəni simmetriya testləri, qatlanmış vərəqin açılması, kəsilərək açılması, mətnin məntiqi təhlili, verbal analogiya, anagram mövzularına baxmalıyıq. Ən çox düşən mövzular bunlardır. Amma təbii ki, digər mövzulardan da bir dənə, iki dənə suallar düşür. Suallardan biri də belədir. Bir sualı neçə dəqiqəyə həll etməliyik? Əslində, bir suala məntiqdən konkret olaraq vaxt ayırmaq düzgün deyil. Zaten imtahanda da vaxtı sənə belə vermirlər. 95 suala 3 saat vaxt verilir. Bu 95 sualın içində məntiq 50 sualdır və məntiqdə hesablama sualları da çox olduğu üçün bir tələbə məntiqdən yaxşı bal yığmaq üçün mütləq qaydada 1 saat 45 dəqiqə minimum məntiqə məncə vaxt ayırmalıdır. Çünki digər fənləri yaxşı bilirsənsə, ən azından bilirsənsə, qısa vaxtda yazmaq mümkündür. Amma məntiqdə hesablamalar var, düşündürücü suallar var. Ona görə də məntiqə ən az 1 saat 45 dəqiqə vaxt ayırmaq lazımdır. 50 suala ümumilikdə.